Salam, hər vaxtınız xeyir. Bugünkü dərsimiz to be'nin indiki zaman üçün olan formalarıdır. To be feildir. Azərbaycan dilinə tərcümədə olmaq deməkdir. To be mənası nə oldu? Olmaq. Feildir. To be'nin zamana görə müxtəlif formaları var. Amma mən bugün sizə to be'nin indiki zaman üçün olan formasını izah edəcəm. To be'nin indiki zamana görə 3 forması var. Am, is, are. Am, is, are. Əlbəttə ki, bu 3 forma şəxs əvəzlikləri ilə işlənməsinə görə dəyişir. Şəxs əvəzliklərini yazaq. I, you, he, she, it, we, you, they. To be'nin indiki zamanı üçün olan am, is, are formasından I'da am, you ilə are, he, she, it hər üçü ilə is, we are, you are, they are. Bu nəqli cümlə formasının quruluşudur. Azərbaycan dilində bizə məlumdur ki, nəqli cümlə məlumat nəql etmək xarakteri daşıyır. Nəqli cümlənin sonunda nöqtə qoyulur. Demək, nəqli formada oldu. Birinci gəldi şəxs əvəzliyi, yəni mübtəda. Sonra gəldi to be'nin indiki zamana uyğun olan 3 formasından biri. Hər şəxsə uyğun olaraq biri. Bu oldu nəqli forma. İndi keçək sual formasına. Sual formasında həmin bu am, is, are keçəcək şəxs əvəzliyinin, yəni mübtədanın əvvəlinə. Yenə də şəxs əvəzliklərini yazaq ardıcıl. Ayda to be'nin hansı formasını istifadə edirdik? Am. Sual cümləsi olduğu üçün keçəcək am əvvələ. You'da olmuşdu are, indi olacaq are you, is he, is she, is it, are we, are you, are they. Sual cümlə formasında da nəyinsə cavabını almaq məqsədi ilə sual verilir, soruşulur və cümlənin də sonunda sual işarəsi qoyulacaq. Bu da oldu sual cümlə forması. Sual cümlə formasında bir daha təkrar edək. Birinci gəlir to be'nin zamana uyğun olan köməkçi feilləri. Sonra gəlir şəxs əvəzlikləri, yəni mübtəda. İnkar cümlə forması. İnkar cümlə forması olacaq am not, are not və is not ilə. Yəni to be'nin formalarından sonra not inkar hissəciyi işlənəcək. Ümumiyyətlə, inkar cümlə formasının əsas göstəricisi not inkar hissəciyidir. Yenə də inkar cümlə formasının sonunda nöqtə işarəsi qoyulacaq. Şəxs əvəzliklərini yazaq. Ayda istifadə edirdik am'dən. Olacaq am not, you are not, he is not, she is not, it is not, we are not, you are not, they are not. Dedik, inkar cümlə formasında nə oldu? Birinci gəldi şəxs əvəzliyi, yəni mübtəda. Sonra gəldi to be'nin zamana uyğun olan köməkçi feilləri. Sonra isə gəldi not inkar hissəciyi. To be'nin indiki zaman üçün olan formalar bu qədərdir. Gələn dərslərdə görüşərik.